stajı Türkiye teleseriyalarını sıralayacağım. Hadi bakalım başlayalım. Qurd Davası Pusu. Bilmirəm, onun üçün də səni 7-yə qoyuram. Yarpaq tökümü mövzunu bilmirəm, baxmamışam. Onun üçün də 8. Aliyə. Aliyə uşaq yaşımda baxdığım teleseriyalardan biri olduğu üçün səni 2-yə qoyuram. Bir İstanbul Masal tanımıram, bilmirəm, 9. Muhteşem izi. Mahri Devran'da neler yaşadım. O yaşadığı hayatı, zulümü hiçbir kadın yaşamasın bence. Onun için de səni 3-ə qoyuram. Hamı Hürrəmi bəyənsə də, mən təbii ki Hürrəmi xoşuma gəlir, fəqət Mahri Devran bambaşqadır mənim üçün. Nəysə, 7 numara. Çox bəyənirəm. Çox sevdiyim üçün səni 4-ə qoyuram. Amma mən ən sevdiyim teleserial bəlkə buradadır. Cənnət Mahəlləsi çox bəyənirəm. Əlişanı olduğu üçün Cənnət Mahəlləsinə baxdım. Əlişan ilk dəfə Aynalı Tahir'də baxmışdım, bəyəndiyim və Cənnət Mahəlləsi onun üçün baxmışdım. Onun üçün də səni 5-ə qoyuram. Biz 7-də tanımıram, bilmirəm. 10. Təbii ki 1. Ay, çox sevirəm əsəri. Çarıq İmirzaoğlu və Cansu Dərəni heyran olduğum üçün, çox bəyəndiyim üçün səni 1-ə qoyuram. Amma ən sevdiyim təbii ki Eyşan'dır bu arada. Lisə dəftərim. Tanımıram, bilmirəm, amma 6. 1-dən 5-ə qədər bəyəndiyim teleserial idi. Amma 5-dən aşağı 6, 7, 8, 9'u tanımadığım üçün qoyuram. Bir parti için gelsin mi, gelmesin mi videomun altında yazın lütfen. Videomu beğenmeyi, videomu paylaşmayı, kanalıma abone olmayı unutmayın. Sizi yaşa bakan. Bye bye.